3-cü MDB oyunlarında qılınc oynatma yarışları başa çatıb. Turnirin sonuncu günü komanda yarışları keçirilib. Şpaqa növü üzrə oğlanlardan ibarət yığmamız əvvəlcə Özbəkistan seçməsi ilə qarşılaşıb. Görüş qılınc oynadanlarımızın 42-37 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın finaldakı rəqibi Rusiya kollektivi olub. Bu qarşılaşma 45-35 hesabı ilə Rusiya komandasının xeyrinə bitib. Ən çətin və ən maraqlı döyüşlərimizdən biri final oldu. Çətin oldu, amma əlimizdən gələni elədik. Çox qəşəng zərbələr endirdim komanda yoldaşlarımla. Gələcək hədəflərim komanda yoldaşlarımla irəli gedib, bundan daha yaxşı arenalarda iştirak edib, daha yaxşı medallar qazanmaq. Qəşəng qılınc oynatma göstərirdik bütün komanda ilə. Əsas axırda oldu, biz çox hallar başladıq buraxmaya. Çalışırdıq ki, qızıl medalı qazanaq, amma qismət olmadı. Ümid edirəm ki, gələn yarışlar daha yaxşı olacaq, daha yaxşı nəticə göstərəcəyik. Xatırladaq ki, qılınc oynatma millimiz şəxsi və komanda yarışları olmaqla ümumilikdə 7 medal qazanıb.